Qarabağın səsi, musiqi ilə könüllərə yol alan canlı görüş. Şair İxtiyar Dönməz və Ülviyə Qasımovanın təqdimatında yayımlanan Qarabağın səsi musiqili proqramı Qarabağın zəngin musiqi irsini və söz sənətini bütün dünyaya çatdıracaq. Proqramda bölgəmizin sevilən xanəndələri, müğənniləri, musiqiçiləri və saz söz adamları Xarı Bülbül ansamblının müşayiəti ilə bir araya gələrək tamaşaçılara unudulmaz musiqi anları bəxş edəcəklər. Qarabağın nəfəsi, muğamın sehri və sazın ecazkar səsini bir arada yaşamaq üçün bizi izləyin. Hər həftənin bazar ertəsi saat 22:00-da canlı yayımda Qarabağın səsi YouTube kanalında Qarabağdan dünyaya ucalan səsə siz də qoşulun. Axşamınız xeyir olsun, Qarabağın səsi verilişinin dəyərli izləyiciləri. Bugün də hər zaman olduğu kimi Qarabağın səsi verilişi ilə yenidən sizlərin görüşünə gəldik. Axşamınız xeyir olsun, bir daha sizləri Qarabağın səsi verilişində salamlayıram. Əlbəttə ki, yay fəslinin ilk ayının, ilk həftəsinin ilk günündə sizlərə görüşünüzdə gözəl sənətkarlarımızla gəlmişik və əlbəttə ki, gözəl bir Mənsuriyə ritmik muğamı səsləndi. Artıq möhürün vurmuş, Mənsuriyə ritmik muğamının möhürün vurmuş dahi sənətkarımız Yaqub əmini hamı xatırladı. Allah ruhun şad eləsin. Bugünkü verilişimizdə də biz qarşımıza məqsəd qoymuşuq. Hər verilişdə bir dahi sənətkarımızı xatırlayacağıq. Bugünkü verilişimizdə də Yaqub Məmmədovu xatırlamağı özümüzə borc bildik. Qonaqlarımızı təqdim edək. Buyursun Ülviyə xanım. Bugün də çox gözəl, çox hörmətli, dəyərli, sayılıb seçilən, hər birimizin sevimlisi olan əzizlərimiz, qonaqlarımız var məclisimizdə. İstəyirik onları sizlərə təqdim eləyək. İlk öncə təqdim eləyim mən. Bugün bizim üçün çox dəyərli olan, hər birimizin sevimlisi, hörmətlisi olan Nazır müəllim Hacıyev bizim qonağımızdır. Sizin haqqınızda o qədər gözəl sözlər səsləndirə bilərəm ki, tək bir cümlə ilə istəyirəm ifadə eləyəm, qiraət ustası, hər kəsin sevimlisi, işinin peşəkarı, xoş gördük sizləri. Və Qarabağ bölgəsində qiraət ustaların mən deyərdim ki, elə ən ağsaqqal əmi deyə müraciət eləmişik hər bir zaman, əmmimiz deyə müraciət eləmişik. Nazır müəllim, xoş gəlmişsiniz. Növbəti qonaqları təqdim edəm. Mən deyərdim ki, elə Ağcabədi rayonunun Leyli və Məcnunu. Bəli. Hər, belə deyək də, xanəndiyə də qismət olmur ki, öz ailəsi ilə səhnədə görünsün, səhnədə o, belə deyək də, bu sənəti yaşasınlar və Ulduz xanım Qarayeva, Xalikverdi müəllim Qarayev, xoş gəlmişsiniz. Hər bir zaman bax belə verilişlərdə sizləri görmək arzusundayıq. Hər bir zaman sizin kimi gözəl sənətkarlarımızı və həm el şənliklərində, həm dövlət tədbirlərində öz ifalarının ötəsindən layiqincə gələn və Azərbaycan musiqilərini, mahnılarını belə deyək, layiqincə təmsil edən gözəl sənətkarlarımız. Bəli, hər kəsin də sevə-sevə dinlədiyi mahnıları səsləndirirlər. Təbii ki, o bayağı mahnılardan yox ha. Aha. Sətr altı sözün dedi Ülviyə xanım. Qonaqlar bilmirdi. Bu artıq ilk dəqiqələrdə məlumat verdi Ülviyə xanım. Bizim bugünkü mövzumuz bayağı mahnılar olacaq ki, bayağı mahnılara münasibətiniz. Bu toylarda, el şənliklərində niyə bu qədər üstünlük verirlər bu gənc musiqiçilər? İlk sözü xanım
Ulduz xanımla başlayaq. Bəli, Ulduz xanıma verəcəm Buyurun, ilk olaraq mikrofonu gətirin. sözü. İlk olaraq elə bayağı mahnılar mövzusunda Ulduz xanımın fikirlərini eşidəcəyik. Ulduz xanım, bir daha xoş gəlmisiniz deyirəm sizlərə. Siz hər kəsin sevimlisiniz. Elə başda mənim olmaqla. Çox şad oldum bugün burada sizi görməyə. Elə sözü sizə verirəm. Siz də o bayağı mahnılar haqqında öz fikirlərinizi bildirin. Həmçində elə bizim verilişin qonağısınız, bizim verilişində xeyir duasını, xoş sözlərini səsləndirin. Buyurun. Çox sağ ol Ülviyə xanım, İxtiyar müəllim. Hər birinizi salamlayıram, izləyicilərimizi salamlayıram. Hər birinizin axşamınız xeyir olsun. Qonaqlarımızı salamlayıram. Verilişiniz xeyirli, uğurlu olsun, baxımlı olsun. İnşallah uğurlarınız bol olsun. Allah çox-çox xeyir versin. Qaldı belə bayağı mahnılara, vallah nə deyim, olmasa yaxşı olar. Toylarımızda gözəl musiqilərimiz var. Hər bir fikri var, zövqü var. Zövqlər müxtəlifdir. Nə bilim, vallah. Yəni, olmasa yaxşı olar. Ulduz xanım, Mənsuriyə ritmik məqamı səslənəndə artıq bildiniz ki, verilişdə hansı dahi sənətkarımızı xatırlayacağıq, hansı dahi sənətkardan söhbət Allah edəcək. rəhmət eləsin. Yaqub əmi haqqında da bir kəlmə sizdən eşitmək istəyərdik. Allah rəhmət eləsin. Yaqub əmi böyük bir sənətkar olub. Sevə-sevə dinlədiyimiz bir dahi sənətkar olub. Mən istəyərdim o barədə Xaliqverdi müəllim danışsın. Sizin də fikirlərinizi eşidək. Xoş gəlmisiniz bir daha. Axşamınız xeyir olsun. Qonaqların hər birisini ayrı-ayrı salamlayıram. Verilişiniz xeyirli, uğurlu olsun. Açılışa da baxdım, çox gözəl. Yəni, sevə-sevə dinləyirik, baxırıq. Qaldı ki, Yaqub əmiyə Allah qəni-qəni rəhmət eləsin. Yaqub əmidən örgənmişik. Həmişə dinləmişik, baxmışıq. Yəni, Azərbaycanımızın fəxri olubdur Yaqub əmi. Allah rəhmət etsin. Qaldı ki, bayağı mahnılara yenə Ulduz xanımızız olmasın. Olmasa laf yaxşı olar. Təşəkkürümüzü bildiririk və mikrofonu Nazir Hacıyevə təqdim edək. Buyursun, Nazir Hacıyev öz fikirlərini desin, buyur. Çox sağ olun, mən də minnətdaram. Şair, ilk əvvəl verilişini axarlı olsun deyirəm, uzun ömrlü olsun deyirəm. Allah canını sağ eləsin ki, ehtiyacı, elə obaya ehtiyacı olan, sözə ehtiyacı olan elimiz obamıza belə verilişi təqdim edirsiniz. Və mən elə ansambula baxıram, hamısı yanıma sənətdə də, həyatda da əziz cavanlardır. Elə sən seçib o gözəlləri də cəm eləmişsin. Allah ansambulunuzun da daima haliyle sizlə bir yerdəsin. Mən hər birinizi Ülviyə xanım, dəfələrlə məclislərdə biz çox mehribancasına iştirak eləmişik və bugün sizi gördüm, daha da Allah'ın da olsun, şahidlə daimi bir yerdəyəm. Allah canınızı sağ eləsin. Söhbət ilk əvvəl Yaqub əmin dediniz də. Allah Yaqub əmiyə rəhmət eləsin. Mən bir dəfə 85-ci ildə elə bir ki, nəsə gəldi dedim, Yaqub əmi dəsən Mənsur yoxuyurdu, Habil Əliyev də Allah rəhmət eləsin, Kamançada müşahid edirdi, yadımdadırsa. Web 12 radyosunda qulaq asıldı. Bir orada elə bir ilham gəldi, bir şey yazdım. Dostlar, musiqi gözəl nemətdir. Onun mənasını duyasan gərək. Kaman çalınarsa demək Habildir. Yaqub əmini o anda tanasan gərək. Səxavət oxuyar xalq mahnıların, dilkeşir eşidək Məmməd Bağırın, Şahnazı olmasa Zeynəb xanımın, onlarsız musiqi deməyə gərək. Elə arxasını çöndərib o bayağıya. Gör belə sənətkarlar bayağı oxuyub mu? Gəlin elə bu gibi biz də bayağı musiqiləyə, mən şəxsimni deyim, yox deyirəm. Uzun müddət bu musiqinin yanında, içində olduğum bir şəxs kimi. Məsələn, bizim bir gözəl sənətkarlarımız əyləşib, bəstəkar mahnılarımız var, xalq mahnılarımız var. İxtiyar müəllim, mən sizə bəlkə də birinci səfər İxtiyar müəllim deyirəm, daim şair demişəm, ya da qardaş oğlu demişəm. Allah canını sağ eləsin bir daha, elə Ülviyə xanımla bahəm. Çox sağ olun. Təşəkkür edirik. Allah canını sağ eləsin. O müşayiət nə idi? Onu davam elə. Onu davam elə. Məni tərif etdin. Allah can sağlığı versin bizim gözəl şairimiz, ustadımız.
Rasim müəllim rəhbərliyyədə. Sənə cisimdim, yoxsa candim? Sənə şöhrətdim, yoxsa şandim? Sənə cabbardim, yoxsa xandim? Muğam aləmində dəryasan Yaqub. Hər başı gətirən dəryaya dalmaz. Hər el sənətkarın qeydinə qalmaz. Sənin qiymətini hər adam bilməz. Muğamat qananat dünyasan Yaqub. Eşki kükrəyibdir, gələn anım var. Hamıya qaynayan qaynar qanım var. Sənət aləmində adın, sanım var. Bəylərin yanında ağasan Yaqub. Allah ruhun şad eləsin. Bu elə deyək də birdən şeir yadıma düşdü. Allah bir daha ruhun şad eləsin deyirəm. Yaqub əmi böyük sənətkarımız olubdur. Cabbarı, Seyidi yada salırsan. Çoxların oynadıb qabal çalırsan. Rasimin sözünü göydə alırsan. İnsanı oxuyan qağasan Yaqub. Nə qədər danışsaq Yaqub Məmmədov haqqında, elə həm şiirlər yada düşəcək, həm sözlər yada düşəcək, xatirələr yada düşəcək. Yaqub Məmmədovla kimlər toylarda, el şənliklərində, tədbirlərdə iştirak edirsə, bu günlər olan hamısı qürur hissi ilə deyirlər ki, Yaqub əminə mən el şənliyində olmuşam. Bir daha Allah ruhunu şad eləsin və mən deyərdim ki, bir məktəb qoydu getdi. Ülviyə xanım, ilk ifanı kimdən eşitdik? Elə istəyirəm ilk ifanı canlı məhz Ulduz xanımın özündən dinləyək. Ulduz xanım, buyurun, sözü sizə verirəm. Ulduz xanım, hansı mahnı oxuyasınız? İfa edəcəyim mahnı xatirələr mahnısıdır. Mərhum sənətkarımız Məmməd Bağır Bağırzadənin repertuarından. Buyurun. Buyurun.
Təşəkkür edirik. Çox sağ olun Ulduz xanım. Təşəkkür gözəl edirik ifadə. Ulduz xanım. Toylarda, el şənliklərində Ulduz xanımı sevə-sevə hər kəs dinləyirdi. Bugün də sizi belə verilişimizdə dinləmək bizlər üçün çox xoş oldu. Ulduz xanımın canlı Çox sağ ifasını olun. eşitdik. İnşallah növbəti dəqiqələrdə yenidən Ulduz xanıma söz verəcəyik. Canlı ifalarını dinləyəcəyik. Və onu da qeyd Çox edeyim sağ ki, əziz izləyicilərimiz, Ulduz xanım Xarı Bülbül ansamblının solistidir, xanım oxuyanıdır. Bəli, Ulduz xanım sizi öz aramızda ansamblla birlikdə bax belə görmək bizim üçün xoşdur və istəyirəm ki, sponsorlarımız haqqında danışaq. Baş sponsorumuz Alsı Mol Ticarət Mərkəzini bütün rəhbər heyətinə təşəkkürümüzü bildiririk. Ağdam, Ağcabədi yolunun üstündə Şərəfxanlı kənd ərazisində orta məktəblə üzbəyiz bir məkanda yerləşir. Bütün növ tikinti materialları, minbir xırdavat, o cümlədən pal-paltar, bütün ərzaq malları, hətta məişət avadanlıqları, telefonlar, kimin ürək istəsə yüksək keyfiyyətli mallar və sərfəli qiymətlər Alsı Mol Ticarət Mərkəzində. Növbəti sponsor haqqında mən məlumat vermək istəyərdim. Ağcabədi rayon Kəhrizdə kəndi ərazisində yerləşən gözəl ailəvi istirahət mərkəzlərindən biri olan Ay İşığı Ailəvi İstirahət Mərkəzi əlbəttə ki, çeşidli yeməklərlə, ləziz yeməklərlə, zəngin mətbəxi ilə sizlərin xidmətinizdədirlər və Anar qardaşımıza mən şəxsən təşəkkürümü bildirirəm ki, bizim üçün belə bir qədər şərait yaradıb çəkiliş üçün, hətta musiqiçilərin, qonaqlarımızın qulluğunda belə layiqincə dururlar. Təşəkkür edirik Anar qardaşımız, çox sağ olun, var ol deyirik və vaxt itirmədən Xaliqverdi müəllimi dəvət edək, görək hansı mahnı gələcək Xaliqverdi müəllim. Mən bir nə istəyərdim? Siz el şənliklərində ailəvi gedirsiniz. Bax, mən bir söz deyim də, bir dəqiqə vaxt ayırıb danışasınız sizin o ilk tanışdığınızdan və istəyərdim ki, o ilk tanışdığınız haqqında məlumat verir, sonra bir ay ilk məhəbbətin mahnısını ifa eləyək. Çox sağ ol İxtiyar müəllim, yenə söz verdiyinə görə. Bəli, biz bir kətdənik, bir kətdə yaşamışıq. Yəni bir-birimizi görüb, sevib, bəyənmişik. Mən Şuşa Mir Mövsüm Nəvvab adına Orta İxtisas Musiqi məktəbini bitirmişəm. Ulduz xanım da Ağdam Xanşisk adına muğam evini bitiribdi. Yəni növbəti mahnımızda düet olacaq. Allah rəhmət eləsin. Məhəbbət Kəzimovun reportajından. İlk məhəbbətim.
Varlıq bütün əfsanədir. Eşqdən məhrum olan insanlığa biganədir. Eşqiniz məhəbbətdir, yalnız həyatın cəfəri. Bir körü ki eşqi qəbil duymasa qəmxanədir. Çox sağ olun. Məni xəbər alsa o nazlı dilbər, de solub yanağı, sən görən deyil. Ağarıb başımda qara telləri, pozulub növrağı, sən görən deyil. Ta məni qocatdı, ay şair, ta məni qocatdı. Bu gün, bu aylar, deyil. Sən görən kimi ötmür o bülbül. Ama baksız solur bu çiçek, bu gül, tökülür yarpağı, sen gören değil. Mehdi vefalı reh değil qara, yüreğin vermiştir sevdiği yara. Fəqət, Ülviyə xanım, fəqət, yavaş yavaş söndür açara, gençliğin ocağı, sen gören değil. Ülviyə xanım buyurun. Sevirəm mən səni canan, gülürəm o qədəri. Sevirəm mən səni canan, gülürəm o qədəri. Eylərəm mahrum fəqayan, bülbül şeyda qədəri. Məndə var əhdə vəfaya, gülüm səndən cəbri cəfa. Məndə var əhdə vəfaya, gülüm səndən cəbri cəfa. Səndə Züleyxa qədəri, səndə Yusuf qədəri, məndən Züleyxa qədəri. Aman 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 ayda ayık məhəbbətim, son məhəbbətim, gəlik məhəbbətim, son məhəbbətim, ayık məhəbbətim, son məhəbbətim, gəlik məhəbbətim, Son məhəbbətim, ah ayda. aman ayda Möhtəşəm. Teşekkürler. Çok sağ olun. Ulduz Hanım, çok möhtəşəm. Xalıqverdi müəllim, çok güzel bir ifa alındı. Və əyləşin öz yerlərinizdə xahiş edirik və ansambl hazırlaşdım. Bir gözəl bir solo ifa işləyəcəyik. Amma məni tərpətdiniz də siz. Bir şeir demək keçdi könlümdən. Rüfət müəllim yəqin ki bir gözəl bir müşayiət edər. Qəlbimdə sızlayan sazımsan mənim. Tez yanıb, tez sönən ilk məhəbbətim. Aldatdın eşqinlə, aldatdın məni. Ay mənim yalançı ilk məhəbbətim. Dağlarda dumansan, çöllərdə çənsən. Qəlbimdə sızlayan qəmsən, kədərsən. Yarpağı qurumuş tənha çiçəksən. Tez açır, tez solan ilk məhəbbətim. Belə sevgi olmaz mənim əzizim. Adını alçaltma sən məhəbbətin. Çox yaralar olub, sağalıb gedib. Yarası sağalmaz ilk məhəbbətin. Yarası sağalmaz ilk məhəbbətin. Və Nazir əmi bir xahiş etdi ki, Ülviyə xanım
bir şiir desin. Ülviyə xanım, bir iki ben sizden de bir şiir eşitək. Ondan sonra ansambldan bir gözəl bir solo. Nazır müəllim, təbii ki, sizin qarşınızda mənə düşməz şeir demək. Qiraətin ustası sizsiniz. Elə 2 kuplet deyəcəm. Sənsiz yaşamaram, ölərəm demə. Sən mənə əlinlə qıyan adamsan. Pis gündə yanında olaram demə. Sən məni pis günə qoyan adamsan. Sən indi hamıdan dandığın eşqdən, güya ki oduna yandığın eşqdən, əbədi, ömürlük sandığın eşqdən cəmi bircə ilə doyan adamsan. Ay Nazır müəllim, sən məni pis günə qoyan adamsan. Aldım payımı. Anlayıram. Anlayıram. Sevgilim məhəbbətin yox olubdur. Yəqin sevər çox olubdur. Dərd-əlindən can ağlayır. Sən ötdükcə yan ağlayır. Gecə gündüz qan ağlayır. Könlü belə yuxalıbdır. Sücayətən, yaram dərin, ötmə kənar, baxma sərin. Axı könlü bu gözlərin, qadasını çoxalıbdır. Eşq olsun Ülviyə xanıma. Həqiqi eşitmişdim onu telefonda. O xanımın gözəl səsi, gözəl avazı var. Buyurun, Ülviyə xanım, buyurun. Nazır müəllim, Təşəkkür. ehtiyat eləmirsən ki bu verişdə, özünü necə hiss edirsən? Yəni biri solunda, biri sağında şiir deməkdə, yəni qorxmursan ki bir ikimiz səni təhliyərik burada. Qorxmağına mənim qorxmaq yaşım çoxdan adlayıb. Əgər olaydı 90-cı illər təzə girərdi, onda qorxardım. Ülfətlə cavanlığımız olanda. Amma ta indi qorxmaqdan keçib, amma ta nabarot olur. Mən Ülviyə xanıma da sizə də baxıb ürəklənirəm ki, mənim yanımda belə qiraətçilər var, mən də deyirəm. Allah sizə hiss eləməsin. Minnətdaram hər biri qıza. Təşəkkürümüzü bildiririk və ansambldan solo ifa gəlsin. Ülviyə xanım da təbrikləri olacaq ansamblın ifasından sonra əlbəttə ki Bəli. təbrikləri qeyd ediləcək. Buyurun. Ülfət Bayramov və Xarı Bülbül ansamblı xahiş edirik bir gözəl bir solo, ruhları dincəldən, ruhları oxşayan bir gözəl bir ifa eşitmək istəyərdik.
təşəkkürümüzü bildiririk. Möhtəşəm bir ifa, çox sağ ol, var ol deyirik və Ülviyə xanımın təbrikləri var idi. Buyursun Ülviyə xanım, siz öz təbriklərinizi deyin. Bəli, elə istəyirəm verilişimizdə bir neçə təbriklər çatdırım. İlk olaraq, may ayının 16-sında Ağcabədi rayonunda Kərbəlayı Orxanın əkiz övladlarının kiçik toy məclisində olmuşuq. Onları təbrik edirik bir daha. Növbəti təbrikimiz iyunun 5-də Ağcabədi rayon Şərəfxanlı kəndindən İsrail ustanın oğlu Aqil bəyin toyu oldu. Təbrik edirik onları da bir daha. İyun ayının 6-sında Kəhrizli kəndindən Polad qardaşın övladı Fərhad ustanın toyu oldu. Onları da təbrik edirik. İyunun 13-də Ağcabədi rayonunda Vəlli müəllimin övladı Tural bəyin toyu oldu. Təbrik edirik. Xoşbəxt olsunlar arzu edirik. Və təbrikləri mən də qoşulmaq istəyərdim. İyun ayının 10-da Ağdam rayon Mərdili kəndindən Ərşad müəllimin övladı Afiq bəyin toyu oldu. Təbrik edirik. Fədail əmisinin adından ilə təbrik edirik. Fədail əmisinə də ata, anasının və babasının gözləri aydın olsun deyirik. Ağcabədi rayonundan Elgün bəyin toyunu təbrik edirik. Eləcə də Salmanbəri kəndindən Şəhid Tuncay Əlzadənin qardaşı Nihat bəyin toyunu təbrik edirik. Gözəl sənətkarımızdır. Nicat müəllim, gözləriniz aydın olsun deyirik və 17 iyun Həkimlərin Peşə Bayramı günü münasibəti ilə tədbir keçirildi. Ağcabədi rayonunda möhtəşəm bir tədbir keçirildi. Həmkarlar Təşkilatının sədri Azad həkimin təşkilatçılığı ilə mən deyərdim 79 həkimin 72-si o tədbirdə iştirak edirdi. 7-si də kursda olduğuna görə gəlib iştirak edə bilməmişdi və Elnur həkim, direktor Elnur həkim və təşkilatçı, bizim həmkarlar təşkilatının sədri Azad həkim, sizlərə təşəkkürümüzü bildiririk. Tədbirin də aparıcısı mən idim və bütün həkimlərimizin peşə bayramı münasibəti ilə təbrik edirəm. Bayramımız mübarək olsun. Təbii ki, İxtiyar müəllim, adları çəkilən təbriklərə mən də qoşuluram. Verilişimiz adından təbrik edirik onlarda. Növbəti mahnı. Ulduz xanımdan dinləyək. Ulduz xanım. Növbəti bir mahnı istəyərdik sizdən. Tamaşaçılar səbirlə gözləyirlər sizin mahnını. Buyurun. Çox sağ olun İxtiyar müəllim, Ülviyə xanım. Növbəti ifa elədiyim musiqi sözləri Humayı İmran qızına Aman Diyar, aranjmanda Rövşən müəllimə, Rövşən Məmmədov sintez ifadəsi. Buyurun, gözəl Buyurun bir Ulduz ifa. xanım.
Çok sağ olun, var olun. Teşekkür edirik Ulduz xanım və hər zaman olduğu kimi bizim ansamblın solisti Səfə Qəhrəmanov yadigarı Elnur Fərzəliyevdən gözəl bir ifa eşitmək istəyərdik. Buyursun Elnur Fərzəliyevdən gözəl bir ifa eşitək. Sonra əlbəttə sizin bir duet olacaq da, eləmi? Hə, bir duet mahnınızı da dinləyəcəyik. Ağ saçlara değdi gözüm, hey baktı oğlum, baktı kızım, bin sualla dindi sazım. Bu ne kardır, bu ne boran, doğurdan mı kocalıram, doğurdan mı kocalıram. Doğurdan mı kocalıram, doğurdan mı kocalıram, öten günler dönmez geri. Hey ne tez açtım zirveleri, indi budur pilleleri. Ben eninem vara vara, doğurdan mı kocalıram, doğurdan mı kocalıram, doğurdan mı kocalıram, doğurdan mı kocalıram, koklansam da min bir çiçek. Hey arzu uzun ömür güder, geri dönen gemilerde sahillere yanalıram, doğurdan mı kocalıram, doğurdan mı kocalıram, doğurdan mı kocalıram, doğurdan mı kocalıram. Yoktur neçə vaxtdır ne qərarım, ne güzarım, etmiş beni yad eylememiş sevgili yar. Yoktur neçə vaxtdır ne qərarım, ne güzarım, etmiş beni yad eylememiş sevgili yarım. Ben onun yollarını görmeden gözlemişim, benim kalbime hakim, ben onu
sağ ol, Çox təşəkkür sağ ol. edirik və növbəti bir duet istəyərdim Ulduz xanım sizdən. Niyaməddin Musayevin bir repertuarına müraciət edəkmi? Çünki sizin o mahnınızı mən dinləmişəm, çox gözəl alınıbdır sizin duetiniz. Buyurun.
Teşekkürler, möhtəşəm. Çox sağ olun, var olun. Ulduz xanım, sizin bu duetinizdə həqiqətən də çox bəyənilən, yadda qalan, gözəl bir çıxış oldu, əhsən deyirəm. Və bir daha sponsorlarımız haqqında danışaq, ondan sonra yekunda bir gözəl bir ifa eşidək. Nazir Hacıyev bizim gözəl qiraət ustamızda öz fikrini bildirəcək və əlbəttə ki Ağcabədi Ağdam yolun üstündə Şərəfanı kənd ərazisində yerləşən Alsun Mol Ticaret Mərkəzinin rəhbərliyinə təşəkkürümüzü bildirir və bizim üçün belə bir çəkilişə şərait yaratdığı üçün Kəhrizi kəndində yerləşən Ay İşığı Ailəvi İstirahət Mərkəzinin rəhbərliyinə təşəkkür edirik. Anar qardaşımıza xüsusi çox sağ olun, var ol deyirik və yekunda Nazir Hacıyev öz fikrini bildirsin. Çox sağ olun. Doğrudan da möhtəşəm bir verilişdir. Şair. Elə bil ki, zərgər dəqiqliyi ilə o ansamblı seçmişsən, qonaqlarını seçmişsən. Yəni hamısından. Amma mən bir dənə söz deyəcəm. Bu cütlüyə girişdə sən Qarabağımızın Leyli Məcnunu dedin. Amma mən həmişə el şəhidlərində onlara deyirəm ki, bəxtəbər ailə. Allah o bəxtəbərçiliyi sizlərə çox görməsin. Və Əlviyə xanımla mən çox məclislərdə səhnə paylaşmışıq. Bugünkü kimi gözəllik, açıq ürəklə məclis hələ görməmişdim. Allah canın sağ olsun şairdə, sən şairsinizsən də, qardaş oğlu, bir dənə sən. Çox sağ ol, deyər müəllim, mən yenə deyirəm. Ulu Tanrı'dan diləyim budur ki, sənin bu verilişin uzun ömürlü olsun, axarlı olsun, ürəyin can olan qonaqların olsun. Allah hər birinize dəyməsin. Düzdür, mən qocayam ama bir şehir deyim. Deyərsə birdən əmi qocalıb özünə ait deyir. Deyir, bahar idim, yay dalınca yürüdüm. Birdən gəlib qışa çatdım, ayellər. Nə uşağam, nə cavanam, nə qoca. Bir gülməli yaşa çatdım, ayellər. Sücayətəm, qəmdən yuva salmışam. Bu dünyadan belə bir pay almışam. Ay şair, Kərəm kimi alışmaq üçün qalmışam. Ömür kimi başa çatdım, ayellər. Buyurun, deyər mənim. Təşəkkürümüzü Sağ bildiririk. olun Nazir müəllim, Allah sizə can sağlığı versin. Ulduz xanım, siz də yekunda bir ürək sözünüzü deyin. Ondan sonra növbəti bir mahnı ilə verişimizə yekun bıraq. Çox sağ olun İxtiyar müəllim, Ülviyə xanım. Yenə də təkrarçılıq olmasın, verilişiniz uzun ömürlü olsun, axarlı baxarlı olsun, musiqiçilərimiz var olsun, kamera arxasında yerləşən operatorlarımız var olun, hər biriniz əziyyət çəksiniz. Təşəkkür edirəm, Nazir müəllim, sizə təşəkkür edirəm. Yekunda Qarabağın səsi, bir Qarabağ mahnısı ilə yekunlaşaq. Var olun, hər birinizə öz minnətdarlığımı bildirirəm. Çox sağ olun. Xalq verdim əlimdə buyursun. Çox sağ olun İxtiyar müəllim, dəvətinizə görə bizdə verilişiniz axarlı olsun, gözəl olsun, baxımlı olsun. Nə deyim? Təşəkkürümüzü bildiririk və sizdən sağollaşırıq. Hər həftənin birinci günü saatlar 22:00 göstərəndə sizləri görünüşünüzə gələcəyik Qarabağın səsi verilişində və bizim bu çəkilişləri edən Hüseyin Studiyasının bütün kollektivinə dərin təşəkkürümüzü bildiririk. Ülviyə xanım, buyurun. Qarabağın səsi verilişli izləyicilərinə isə hələlik deyirik, gələn görüşlərə dək deyirik. Növbəti verilişlərimizdə gözəl, dəyərli qonaqlarla bərabər sizlərin görüşünüzə gələcəyik və yekunda bir gözəl bir Qarabağ mahnısı ilə verilişimizə yekun vururuq. Gecəniz xeyrə qalsın deyirik.